Allah Teala mübarək Ənbiya surəsinin 105-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ. Biz Zəburda zikirdən, yəni Tövratdan sonra yazdıq ki, yer üzünə mənim salih bəndələrim varis olacaq. Yəni bir vaxt gələcək, bir zaman gələcək, bir dövr olacaq ki, yer planetini, yer kürəsini mənim salih bəndələrim idarə edəcək. Yəni büsbütün hakimiyyət, büsbütün səltənət, qüdrət, hökm, qərar o şəxsin əlində olacaq. Allahın vədi haqdır. Allah verdiyi vəddə xilaf eləməz. Dünyada sonda Allahın salih bəndələri hakim olacağına bu ayət açıq-aşkar işarətdir. Necə ki, Peyğəmbər sallallahu kəlamlarının birində buyurur: "Əl-Məhdi min vuldi vəchuhu kəl-qamarid-durri." Məhdi mənim övladımdır, mənim balalarımdan, mənim övladlarımdandır. Onun üzü bədirlənmiş ay kimidir. Bədirlənmiş ay 14 gecəlik aya deyirlər. Yəqin ki, xüsusilə yaz fəslində, bahar çağı biz 14 gecəlik ayı o zülmət qaranlıq gecədə necə kainatı işıqlandırır, tamamlanır da 14 günə qədər içərdən dolur, 14 günə əks istiqamətdən azalmağa doğru hərəkət edir. Buyurur: "Yəmləul ərzə kəma muliət cəvra." Mənim övladım Məhdi gəlişi ilə yer üzəri zülm, haqsızlıq, ədalətlə dolduğu bir vaxtda gəlib, zülmü, haqsızlığı aradan aparıb, yer üzərində haqqı, ədaləti bərqərar edəcək.